Hər kəsə salam. Bugün sizlərlə Respublika Fənn Olimpiadasının kimya fənnindən 10-cu siniflər üçün ilk turu, yəni rayon şəhər mərhələsinin suallarına baxacağıq. Gəlin başlayaq. Qeyd edim ki, 10-cu sinif izahı çox istənildiyi üçün birinci 10-cu sinif izahını çəkirəm. Sonra vaxt olduqca 8 ilə 11-də çəkməyə çalışacağam. Deməli, 1. Katalizator haqqında hansı ifadə düzgündür? Bu 9-cu sinifin suallarında da var idi. Katalizator haqqında hansı ifadə düzgündür? Deməli, bildiyimiz kimi katalizatorlar reaksiyanın sürətini artırır. Yəni, katalizatorlar reaksiyanın getmə mexanizmini dəyişərək aktivləşmə enerjisini azaldır və nəticədə reaksiyanın sürətini artırır deyirik. A variantını oxuyaq. Onlar reaksiyanın getmə mexanizmini dəyişərək aktivləşmə enerjisini artırır. Xeyr, mən bayaq cümlə dedim ki, onlar reaksiyanın getmə mexanizmini dəyişərək aktivləşmə enerjisini azaldır. Yəni, bu cavab yanlış olacaq. Bizdən doğru ifadəni istəyir. Onlar reaksiyanın sürətini, reaksiyanın entalpiya dəyişməsini azaltmaqla artırır. Xeyr, aktivləşmə enerjisini azaldaraq artırır reaksiyanın sürətini. C. Onlar reaksiya üçün lazımi enerji səviyyəsini azaldır. Bəli. Yəni, bu deməkdir ki, aktivləşmə enerjisini azaldır və nəticədə reaksiyamızın sürəti artır. Cavab C variantı. D. Heterogen katalizatorlar reagentlərlə eyni aqreqat halında olur. Xeyr, heterogen katalizatorlar reagentlərdən fərqli aqreqat hallarda olur. Y. Onlar reaksiyanın temperaturunu artıraraq, xeyr, yəni aktivləşmə enerjisini azaldaraq sürət artırır dedik. Cavab C variantı. Kalium permanganat məhluluna alken məhlulu əlavə edildikdə bənövşəyi məhlul rəngsizləşir. Manqan üçün uyğunluğu müəyyən edin. Manqan elektron qəbul edib oksidaşma dərəcəsini azaldacaq. Yəni, manqan müsbət 7-dən, çünki kalium manqan O4 deyir. Kalium permanganat. Burada müsbət 7-dir. Ola bilər manqan O2-yə keçsin, yaxud da manqan 2 müsbətsə manqan O2 müsbət 4-ə keçir. Yəni, elektron qəbul edib oksidaşma dərəcəsini azaldır. Nəticədə rəngsizləşir deyirik. Cavabımız Bakı variantı. 3. 10 milli metan, yəni CH4 və arqon qazlarının qarışığı yandırılır. Tam yanma üçün 4 milli oksigen lazımdır. Qarışıqda arqonun həcmi neçə litrdir? Ölçmələr eyni temperatur və təzyiqdə aparılır. Deməli, arqon bilirik ki, təsirsiz qazdır və təsirsiz qazların biz deyirik ki, reaktiv deyirlər, yəni reaksiyaya girmirlər. Həmçinin yanma reaksiyası da oksigenlə gedir bildiyimiz kimi. Oksigenlə də reaksiya girməyəcəkdir. Yəni, bu qarışıqda CH4 metan və arqon qazlarının qarışığında yanacaq olan tək maddə, tək qazımız metandır, yəni CH4. Metan yandıqda bilirik ki, CO2 və H2 alınır. Ümumiyyətlə, biz demişik ki, həmişə karbon və hidrogendən ibarət olan birləşmə yandıqda CO2 və H2O alınır. Və reaksiyamızı əmsallaşdırmaq düşür indi bizə. Bu reaksiyanı əmsallaşdırmaq üçün bir dənə bura 2 atıb, bir dənə də bura 2 atmağın kifayət olacağını düşünürəm. Karbonlardan bir dənə, hidrogenlərdən 4 dənə, oksigenlərdən də 4 dənə mövcuddur. Yəni, reaksiyamız əmsallaşdı. İndi biz bilirik ki, qazlarda mol və Avogadro qanununa əsasən biz demişdik ki, nü1 bölü nü2 bərabər V1 bölü V2 olduğu üçün nü-nü, yəni mol sayını V-yə mütənasib götürə bilərik. Düz mütənasib. Yəni, tam ki, deyirəm ki, 5 millidir. Yəni, 5 mol deyə bilərəm. 5 mol nəzərdə tuta bilərəm reaksiya gedişində. Çünki mən bunların hamısına normal şəraitdə baxıram və normal şəraitdə bir də reaksiyanın həcminə əsasən mol tapa bilərəm. Amma, yəni, onsuz da nisbətlər eyni olacağı üçün bizim cavabımız eyni çıxacaq. Yəni, bir də o qədər əziyyət çəkməyə ehtiyac yoxdur. O yüzden mən tutalım ki, metana deyirəm ki, metan qaz qarışığında x millidir. Arqon da 10-x millidir. Çünki bunların cəmi 10 millidir, düz deyilmi? Yaxud da buna x mol deyə bilərəm, buna da 10-x mol deyə bilərəm. Heç bir fərqi yoxdur. O zaman 1, mən də buraya yazdım, x mol. Tam yanma üçün 4 milli oksigen. Yenə də 2 mol, 4 mol. Yəni, dediyim kimi götürə bilərik belə. Bu zaman x-imiz olur 2. X-imizi buradan 2 tapıraq. X-imiz 2 olduqda, deməli, biz bildik ki, bizim reaksiyamızda 2 mol CH4 var idi. O zaman bizdən arqonu istəyir. 10-x-dan arqon taparam ki, arqon qazı 8 milli imiş. Yəni, D variantı. 4. Aşağıdakı reaksiyanın ən kiçik tam ədədlərlə əmsallaşdırılması zamanı oksidləşdiricinin əmsalı neçə olar?
Gəlin baxaq. Astatik S500. Aha. Burada fikir verək ki, əvvəlcə həmişə reaksiya düşdü bizə. Görək bu oksidaşma reduksiya reaksiyasıdır, yoxsa yox. Burada fikir verdiyimizə görə dəyişə biləcək potensialda olan oksidaşma dərəcələrini yazaq. Bir kükürt burada -2-dir. Biraz bunun qalınlığını azaldaq. -2. Burada -5. Burada -6 kükürt. Azot da burada -4. Necə tapdığımı dedikdə məsələn, yəni biz zaten baxmışıq da, yəni astatik S5-də necə olacaq? -5 astatımız 10. Buradan x desək, çıx 5x bərabər 0 olmalı. X buradan -2 çıxır. Digərlərin hamısında yəni oksidaşma dərəcəsinin tapılma qaydası ilə edirik. Bu zaman mən gördüm ki, kükürdün -2-dən -6-ya keçib. O zaman yazıram kükürt -2-dən -6-ya. Yəni 8 elektron verib. Amma burada bir şey diqqət etmək lazımdır. İndeksə. Yəni 5'ə vuracağım hər şeyi. O zaman bu 8 elektron vermiş olmur, düz değil mi? Neçə elektron vermiş olur? 40 elektron. Çünki biz həmişə indeksə nəzərə almalıyıq. Yəni bunun indeksində 5 varsa, kükürdün indeksində 5 varsa, yəni 5 dənə kükürd, deməli 40 dənə 5 dənə kükürd reduksiya edici kimi işlədilib bu reaksiyada və nəticədə -6-ya qalxıb bunların oksidaşma dərəcələri. O zaman bunu nəzərə almalıyam. Dedim ki, 40 elektron burada verilib. Azotumuz da -5-dən indeksi 1 olduğu üçün əmsala 1 yazıram. -4-ə keçib. Yəni 1 elektron nə edib? 1 elektron qəbul edib deyirik. 41. Bu yəni məktəb qaydasıdır. Yəni məktəb qaydası ilə məktəbdə bizə reaksiyaları əmsallaşdırmağı bu şəkildə öyrədirlər. 1,40. Deməli, daha sonra baxdıqda isə biz yəni bu kükürdün qarşısına qoyacağıq 1. Bura qoyduq 1'imizi, düz deyilmi? Bura 1 qoyduqda astatın 2 dənə olduğu üçün bura 2 atırıq. Daha sonra kükürddən 5 dənə olur. Bura 5 atırıq. Təkcə kükürd hissə burada olduğu üçün, təkcə astat olan hissə burada olduğu üçün bunları yazırıq. Və baxırıq sayılarımıza uyğun müəyyənləşdirməyə. İndi burada axı bir də 40'ımız var idi. 40'ı da hansısı yazacaq? Azot olan hissə. Yəni HNO3-ün qarşısına 40, burada da NO2-nin qarşısına 40 yazacağıq ki, sayılar bərabərləşsin. Çox hamısını artıq əmsallaşdırmağa ehtiyac yoxdur. Çünki biz burada bizə oksidləşdirici deyir. Yəni biz burada yazdıq fikir verisi və dedik ki, 40 elektron verir, 1 elektron alır. Biz bilirik ki, verən reduksiya edici olur. Yəni bu reduksiya edicidir. Bu da oksidləşdiricidir. Çünki alıb. O yüzden bizdən əslində HNO3-ün əmsalını istəyirdik. Çünki oksidləşdiricimiz HNO3-dür. Bəs deyə bilərsiniz ki, niyə NO2-ni götürmürük? NO2 çünki reduksiya prosesinin məhsuludur. Reduksiya prosesi oksidləşdiricilik deməkdir. Bilirik ki, əgər bizdən reduksiya prosesinin məhsulunun əmsalını sorsaydı, NO2-nin əmsalını götürəcəkdik. O da yenə 40 olacaqdı onsuz. Oksidləşdirici dedikdə isə biz HNO3-ə görə 40 götürdüyümüz demək istəyirəm ki, yəni digər suallarda olsa bundan çaşmayaq. Yəni cavabımız E variantı olacaqdır. 5-ci sualımıza keçirik. Radiusu 5 sm olan alüminium kürə artıq miqdardakı H-xlor məhluluna əlavə olunur. Bu zaman reaksiya qabına bir qazın çıxdığı müşahidə olunur. Reaksiyanın alınan qazı və normal şəraitdə həcmini hesablayın. Ümumiyyətlə alüminium H-xlor, yəni xlorid qazı ilə məhlulunda daha doğrusu düzgün sayın. Reaksiyaya girdikdə biz bilirik ki, reaksiyamız belə gedir. Yəni H2 qazı çıxır. O yüzden xlor 2 qazlarını məncə avtomatik çıxa bilərik cavablarımızda. Bura yazsam mən əgər 6, bura yazsam 2, bura 3 olur, burada 2 olur. Reaksiyamızda əmsallaşdırdıq. İndi deyir ki, radiusu 5 cm. Kürənin bizə həcmini fikir verir. Həcminin qaydası tapılmasının üstünü verib. Amma ola bilər ki, verməsin. Biz bunu təbii ki, bilməliyik. Riyaziyyatdır, yəni bu. Həcmini tez tapacağıq. 4/3 pi. Pi'nin qiymətini də verib, diqqətli olaq. Yəni o zaman pi yazmırıq. Pi'nin yerinə artıq 3/14 yazırıq. Erin kubu. Erin kubu da 5'in kubu eləyir. Yəni 125.
Bunu hesablayacağıq. Neçə alınır buradan? Hesablayacağıq və necə olacağını deyim sizdən. Alınan qazın şey. Yəni burada bu bizim həcmimiz olur. Bu qədər həcm alüminium kürəmiz var. Alınan qaz da normalda 67,2 litrdir və buradan da A qədər alınır. Burada da yazacağıq ki 2 mola necə olacaq? İndi biz burada fikir verirsinizsə qaz deyil bu, yəni alüminiumdur. Alüminiumdur və biz bunun həcmini tapdıq. Yəni mən burada hesablama hazırlayanda kalkulyator olmadığı üçün hesablaya bilmirəm. Sıxlığımıza gəldikdə sıxlıq verilib bizə gördüyümüz kimi. Sıxlığın düsturu nə idi? M böl V. Yəni kütlə bölünsün həcm. Burada həcmi tapdığımız həcmi, yəni bu qiyməti qoyuruq bunun yerinə. Bu ikini sonradan yazdım, siz çaşdırmasın. Aha. Qiyməti qoyuruq yerinə. Sıxlığımız da bizə verib 2,7 qram böl santimetr kub. Düz deyilmi? Onu da qoyuruq yerinə və kütləni tapırıq. Bu kütləni tapdıqdan sonra bu bizim olur. Bizə yəni reaksiyada verilən kütlə. M bura. Burada aşağı yazacağıq ki, alüminium kütləsini Mendeleyev cədvəlindən tapırıq və orada da yazırıq 2 vurulsun Mr alüminium. Daha sonra burada da bu hissədə tənasübümüzü qurdum. 67,2-yə. Yəni burada iş tənasübdür. Sadəcə bizə verilən ədədləri yerə qoyub edirik. Cavab da buradan çıxır hesabladıqda. A variantı. Hal-hazırda yanımda kalkulyator olmadığı üçün dəqiq hesablayıb deyə bilmirəm, amma özünüz də hesabladıqda belə çıxacağını görəcəksiniz. Necə oldu? Bir dənə qısa üzərindən getmək istəyirəm ki, necə tənasüb quracağımızı. Bizə radiusu 5 cm olan alüminium kürə verib və bu alüminium kürənin həcmini tapa bilərəm də mən. Çünki kürədir, həcm düsturunu da verib, radiusu da verib. Burada həcm düsturunu da verib. O yüzden yəni biz artıq bilməliyik ki, həcm tapacağıq. Həcmi tapıram, yəni yerinə qoyub ədədləri tapıram. P-nin də qiymətini verib. Hər şey yerinə qoyub həcmi tapıram. Həmçinin sıxlığı verib. Sıxlıq bildiyimiz kimi M bölü V-dir. Yəni kütlə bölünsün həcm. Buradan həcmi yerinə qoyuram. Sıxlığı yerinə qoyuram və kütləni tapıram. Kütləni tapdım indi. Daha sonra tənasübü qurma hissəsinə keçirəm. Tənasübü qurma hissəsində də bu hissə aşağı hissəyə yazıram ki, 2 vurulsun alüminiumun ayırı, alüminium qarşılığında alır. Yəni normalda budur da, düz deyilmi? Normalda bu qədər kütləyə 67,2 litr normal şəraitdə hidrogen alınır. Bəs indi bu qədər kütləyə bayaq aldığımız kütlə M nə qədər litr, neçə litr hidrogen qazı alınır. Bunları hesabladıqda 1758,4 litr eləyir. Ona yaxın cavab eləyir və cavabımız da odur. Hidrogen qazda ayrıldığını bayaq demişdik zaten. Daha sonra deməli davam edirik. 6. Sadəcə qeyri-polyar kovalent rabitlərdən ibarət olan maddəni seçin. Biz demişdik kovalent rabitə 2 yerə bölünür. Polyar kovalent rabitə, qeyri-polyar kovalent rabitə. Polyar kovalent rabitə fərqli qeyri-metallar arasında olurdu. Qeyri-polyar kovalent rabitə eyni qeyri-metallar arasında olur. Yəni biz cavabımızda artıq eyni qeyri-metallar arasında olan rabitə. Burada zaten gözə girir D variantı. Çünki digərlərində fikir verirsinizsə fərqli qeyri-metallardır hamısı. Amma D variantında ağ fosforda molekulyar quruluş. Burada rabitələrimiz qeyri-polyar kovalent rabitə olacaq. 7. Aşağıdakı maddələrin hansı ikisi arasında hidrogen rabitəsi yarana bilər? Biz bilirik ki, hidrogen rabitəsi NOF elementləri arasında yaranır. Burada mıdır ki, maddələrin hansı ikisi arasında, yəni ikisinin arasında rabitə yaranmalı. Burada hansınızsa ikisinin arasında hidrogen rabitəsi yaranacaq molekullarımızın. Bu zaman baxırıq bir cavablar. Məsələn, C2H5OH və C6H11NH2. Burada digər molekulumuzda H, yəni burada H var. Daha sonra və bu H-la yox, OH-ın hissəsi ilə buradakı azot hissəmizdə NH2 ilə əmələ gətirəcək hidrogen rabitəsi. Digər variantlara baxsaq NH3H xlor burada olmayacaq. Daha sonra H2O PH3 xeyr. H flor H2S bu da olmayacaq. Çünki yəni bax H florun öz eyni molekular olsa, yəni H flor arasında
hidrogen rabitəsi ola bilər. Amma bizə deyir ki, iki molekulun ikisinin arasında. O yüzden bunlar da mümkün olmayacaq. Yəni çünki eyni molekul, düz deyilmi? Amma burada hissə vermə, yəni molekulyar quruluşa görə OH-la buradakı NH2 hissələr arasında hidrogen rabitəsi yaranır. Çünki onlar daha reaktiv olan hissəsidir maddəmizin və daha rabitə yaratmağa müsait hissəsidir, belə deyək. 8. İki maddə X və Y məhlulda reaksiyaya girərək Z, burada cavab A oldu burada. Bu arada 8. İki maddə X və Y məhlulda reaksiyaya girərək Z məhsulunu əmələ gətirirlər. Reaksiyanın başlanğıcında Z məhsulunun əmələ gəlmə surəti 5 təcrübədən müxtəlif X və Y qatlıqları ölçülmüşdür. Nəticələr cədvəldə göstərilmişdir. Bu sual bildiyimiz kimi 9-ların suallarında da var idi. Əvvəlcə birinci təcrübədə X qatlığı 0.1, Y qatlığı 0.1 və reaksiyanın sürəti də 10 üzəri -4 olaraq verilib. İkinci təcrübədə Y qatlığını 2 dəfə artırıblar. Və bu zaman surətimiz fikir verdikcə 4 dəfə artıb. Biz surət tənliyimizi yazdıqda belə bir tənlik yazırdıq. Aslı. Əgər 2 dəfə artıbsa Y-in qatlığı, 4 dəfə artıbsa surət bu zaman, deməli Y-in aralarında kvadratik bir asıllıq var. Sonra baxıram 3-cü təcrübəyə, görürəm ki 0.2-dən 2 dəfə artıb yenə Y və bu zaman yenə də surət 4 dəfə artıb. Bu arada bu proseslər gedərkən X-in qatlığı sabitdir. Deməli, artıq mən təsdiqləmiş oldum ki, surətimlə Y-in qatlığı arasında kvadratik bir asıllıq var. Daha sonra keçən 4-cü təcrübəyə görək, baxaq X-in arasında necə asıllıq var daha doğrusu. Görürük ki, 4-cü təcrübədə artıq Y-imiz sabit saxlanılıb. X-imiz 0.1-dən 0.2, yəni 2 dəfə artıb. Bu X-imiz 2 dəfə artında surətimiz 0.01-dən yenə eyni qalıb. Yəni dəyişməyib, sabit qalıb. Dəyişməyibsə, deməli X-in qatılığı surətə təsir etmir. 5-ci təcrübəyə baxsaq, yenə 4 dəfə artıb bu səfər X-in qatılığı, amma surətimiz yenə də dəyişməyib. Yəni artıq təsdiqləmiş olduq ki, Y-in qatlığı ilə surət arasında kvadratik asıllıq, X-in qatlığı ilə surət arasında heç bir asıllıq yoxdur. Düzgün variantı seçək. Reaksiya surəti X reagentinin qatlığı düz mütənasibdir. Xeyr, dedi ki, təsir etmir. Bu fikir yanlışdır. Reaksiya surəti Y reagentinin qatlığı xeyr, kvadratik düz mütənasib asıllıq olar. Yəni düz asıllıqdır, amma kvadratikdir. Bunu qeyd etməliyik. Reaksiya sürətinin X reagentinin qatlığı təsir etmir. Bəli, bu çox doğru ifadədir. Çünki təsir etmir. Yəni X-in qatlığı nə qədər artıqsa da sürətimiz artmayacaq. D reaksiya Y reagentinin qatlığı təsir etmir. Bu yanlışdır. Kvadratik düz asılıqda təsir edir. Y reaksiya qatlığı təsir etmir. Xeyr, Y maddəsinin qatlığı təsir edir. Yəni cavabımız C variantı. 9. Bərk halda elektriki ən yaxşı keçən maddə. Yenə 9-cu sinifin ilk turuna düşmüş sual. Qrafit. Bərk halda qrafit daha yaxşı elektrik keçirir. Bunun səbəbini 9-cu sinif videosuna da izah edərkən daha aydın şəkildə demişdim. Qısa üzərindən keçək, amma yenə də oradan baxa bilərsiniz. Fosfor niyə olmur? Fosfor biz ümumiyyətlə həmişə daha yaxşı elektrik keçəndə metal kristal qəfəsini axtarırıq. Çünki metal kristal qəfəsində sərbəst elektronlar var. Məsələn, ion kristal qəfəsində metal kristal qəfəsinin arasındakı fərq odur ki, ion kristal qəfəsində anyonlar və kationlar və anyonlar var. Amma metal kristal qəfəsində isə kationlar və sərbəst elektronlar var. Sərbəst hərəkət edən elektronlar və metalların 4 dənə əsas ümumi fiziki xarakterikası var ki, bu 4-ünün də yaranma səbəbi sərbəst elektronlardır. Yəni sərbəst elektronlar onun bu xassələrə, metalların bu xassələrə səbəb olmasına kömək edir. Yəni məsələn metalın parlaqlığı, metalın yaxşı istilik keçirməsi, metalın yaxşı elektrik keçirməsi hamısına daxildir. Və o yüzden yaxşı elektrik keçir deyəndə biz ilk öncə metal kristal qəfəsinə baxırıq. Amma fikir verirsinizsə, buradakı heç biri metal kristal qəfəsi deyil. O yüzden deməli, biz burada artıq digər fikrə düşünəcəyik. Məsələn, qrafit özü atom kristal qəfəsinə malikdir. Karbonun 4 dənə altropiya şəkil dəyişmələrindən biridir. Amma onun niyə yaxşı elektrik keçmə səbəbi nədir bəs deyə soruşsaq, qrafitin quruluşunda, yəni o quruluşda 3 dənəsi atoma dolu, yəni tetradal bir quruluşda. Burada elektron cütü var. Sərbəst elektron, yəni bu tip bu formaya malik
karbonlar birləşir, qrafit əmələ gətirir. Və bu sərbəst elektronlar sayəsində, fəzadakı bu sərbəst elektronlar sayəsində qrafit yaxşı elektrik keçirə bilir və həmçinin qrafit parlaq da ola bilir. Yəni cavabımız A variantı. Burada kalium xlor bəlkə çaşdıra bilərdi sizi, amma burada diqqət etmək lazımdır. Bəlkə halda deyir. Çünki kalium xlor bir iyondur və kalium xlor məhlulda elektrik keçirir. Çünki daha doğrusu iyonlara ayrılır. Kalium müsbət, xlor mənfi və biz bunu bilirik ki, hamımız elektroliz prosesi, yəni elektrik keçir. Amma burada bərk halda dediyi üçün kalium xloru götürə bilmərik. 10-cu sual. Alkinlərlə bağlı hansı doğru deyil? Yenə bu əzbəri olan əslində bir qaydadır. Yəni bilməli olduğumuz üzvü kimi, asan üzvü kimi sualı. Bromlu suyu rəngsizləşdirmirlər. Doğru olan rəngsizləşdirirlər. Amma rəngsizləşdirmir dediyi üçün yanlışdır və cavabımız A variantıdır. CnH2n qısa formuna malikdirlər. Bu doğrudur. Hidrogenləşdirdə parafini çevrilir. Bu da doğrudur. Doymamış karbohidrogenlərdir. Bu da doğrudur. Bu maddələrə həm də olefinlər deyilir. Bu da doğrudur. Yəni hamısı doğrudur. Yəni A variantı yanlışdır. Cavab A variantı olur. 11. Aşağıdakı üzvü molekulda neçə ədəd sp2 birləşmə vəziyyətində olan karbon atomu vardır? sp2, gəlin baxaq. Burada üzərində işləndiyi üçün aşağıdan molekulu yenidən göstərmişəm. Deməli, burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Yəni 15 dənəsində gördüyümüz kimi sp2 rabitəsi mövcuddur. Cavab Y variantı olacaq. Daha sonra baxırıq. Kuprum müsbət kationunun elektron konfigurasiyası aşağıdakı variantlardan hansında düzgün göstərilmişdir? Kuprumumuz ümumiyyətlə bilirik ki 29-dur və biz yazmaq istəsək belə 4s2 3d9 simmetri Aufbau qaydasına əsasən 4s1 3d10 yazırıq. Çünki bu s bir dənə elektronunu verir deyək ki d simmetrik vəziyyət alsın. Yəni stabil olsun, atom daha stabil olsun. Olur 4s1 3d10 və kuprum müsbət kationu. Kuprum müsbət kationunda da biz bilirik ki elektron bir dənə azalmalıdır və bu azalan elektron 4-cü energetik səviyyədən çıxacaq. Çünki həmişə ən böyük olan energetik səviyyədən çıxır. O yüzden olacaq 3d10. Cavab C variantı. Deməli 13-cü sualımıza keçirik. Kütləcə 25%li bir şəkər tozu məhlulundan 200 ml-lik bir nümunə götürülür. Bu məhlula neçə litr kütləcə 40%li şəkər tozu məhlulu əlavə olunarsa, əldə edilən məhlul kütləcə 35% olar. Bütün məhlulların sıxlıqları suyun sıxlığına bərabər olduğunu fərz edin. Əslində məsələnin açar hissəsi bu cümlədir. Yəni bütün məhlullar suyun sıxlığı nədir? 1 qram bölü santimetr kub olmalı çətinəmsə. 1 olduğu üçün sıxlıq, sıxlığımızın düsturu m böl v, yəni kütlə böl həcm. O da 1-ə bərabər olsun, yəni kütləmiz nədir? Həcmə bərabər deməkdir. Kütləmiz həcmə bərabərdirsə əgər bizim, yəni biz burada, məsələn deyir kütləcə faiz, həcmcə faiz. O zaman eyni bir şey olacaq, düz deyilmi? Yəni burada artıq bir çox, necə deyim, qeyri-müəyyən məchul qoymaqdansa bir məchuldan işi həll edəcək. Deyir ki, kütləcə, yəni artıq sadə bir riyaziyyat məsələsinə çevrilir faiz məsələsi. Kütləcə 25% bir şəkər tozu məhlulunun 200 ml-lik bir nümunə götürülür. Yəni artıq mən deyə bilərəm 200 ml 25%. Yəni məsələn əvvəl olsa deyə bilməzdim. Çünki deyərdim ki, bu kütləcədir, bu həcmdir. Amma artıq həcm və kütlə bərabər olduğu üçün məhlullarda mən bunu rahat yaza bilərəm. Yəni ha kütləcə 25%, ha həcmcə. 102. Bu da 50 ml. Düz deyilmi? Yəni 50 ml şəkər və yaxud da 50 qram şəkər eyni məna verir bizim üçün. Bu məhlula neçə litr kütləcə 40% şəkər tozu əlavə olunsa, tutam ki, deyək ki, x litr deməyək, hələ ki, x milli, sonra özümüz çevirərik litrə. X milli əlavə olundur şəkər.
Yaxud x milli su əlavə olundu, səhv bilmirəmsə. Kütləci 40% şəkər dozu. Bəli. Yəni bir məhlulumuz var, x millidir və bunun 40% nədir? Şəkərdir. Yəni x-in 40%likdə nəyi nəzərdə tuturuq? 0.4x, deyilmi? Yəni bunlar bu hissə riyaziyyat məsələsi, faiz məsələsi. Bu hissə şəkərin miqdarı olub. Yazıram şəkərin miqdarı, şəkər. Ümumi məhlul, ümumi kütlə, ümumi qramda 200 üstəgəl x-dir. Bu da ümumi məhlul, yəni ikisinin qarışımı. Qarışımını yaza bilərik. Və bunun buradakı şəkərin faizi 35%-dir. Yəni 50 üstəgəl 0.4x bölünsün 200 üstəgəl x bərabərdir 35 böl 100. Yəni 7 böl 20. Qarşı-qarşıya vururam, tənasüb 1000 üstəgəl 8x eləyir 1400 üstəgəl 7x. Buradan x-imiz nə qədərdir? 400. Mən nə demişdim? Birinci milli ilə götürək, yəni 400 milli. Amma şərtdə bizə deyir ki, neçə litr? O yüzden bu olur 0.4'dir. Fikir verin, cavablarda 400 var. Amma diqqətli olaq, neçə litr istəyir? Yəni 0.4 olacaq cavabımız. 14. Dalton qanununa əsasən qeyri-reaktiv qazlardan ibarət sistemdə ümumi təzyiq parsial təzyiqlərin cəmi şəklində yazıla bilər. Bəli, Dalton qanunu deyir ki, ümumi təzyiqimiz qazların parsial təzyiqlərinin, yəni qazların öz təzyiqlərinin cəmlərinə bərabərdir. Qarşıdakı A qazının parsial təzyiqi isə bu qazın mol payının toplam təzyiqi hasili şəklində hesablana bilər. Yəni, bunlar təbii ki, Dalton qanunu bizə açıqlamasını verib. 680 dərəcə və 1 atmosfer şərtlərində karbon monoksid, yəni CO və dioksid CO2 qazlarından ibarət qarşıdakı molekulların 52.6% karbon monoksiddir, yəni CO-dur. Yəni demək istəyir ki, mol payı mənim karbon dioksid və karbon monoksiddən ibarət bir qarışımım var. Tam ki x mol qarışıq. Buradakı bunun CO-sunun mol payı 52.6% və yaxud deyərəm 0,526x və yaxud elə deyərəm ki 0,526 Pascal. Yəni x falan deyə bilərəm təbii ki. Və buradakı karbon monodioksidin, dərs x demirəm burada. Karbon dioksidin parsial təzyiqi. Əgər karbon monoksidin mənə veribsə mol payını və mən buradan tapa bilərəm ki, üzrfən, mənə 52.6% olduğunu deyib mol payı. O zaman 52.6%. Bəs o zaman karbon monoksid nə qədər olacaq? 47.4% olacaq, düzəlmi mol payı? Və biz bilirik ki, mol payı vurulsun toplam təzyiq bizə verir parsial təzyiqi. Toplam təzyiqi hamısında 1 götürsək və yaxud da 3 götürsək, yəni yenə də eyni çıxır. Burada zaten bizə nəyi vermək istəyir? Deyir ki, toplam təzyiqi daha doğrusu 1-3 yox. Burada 1 atmosfer yazıb özü. Toplam təzyiqi 1 atmosfer götürdüm. X sanını da götürürüm 0,474. O zaman cavabım çıxır C variantı. Bir daha da ümumiləşdireyim. Burada mən nümunə verdim. Biraz başınızı qarışdırmış ola bilərəm. O yüzden qısa deyim. Dalton qanunu bildiyimiz kimi o deməkdir ki, parsial təzyiq bərabərdir toplam təzyiq vurulsun mol payı. Burada bizə deyir ki, karbon monoksid və karbon dioksid qazlarından ibarət qarışıq var. Və bu qarışıqda molekulların 52.6% karbon monoksiddir. Yəni karbon monoksidin mol payı 52.6%-dir. Çünki karbon dioksidin parsial təzyiqini tap. Tamam. O zaman nə edəcəm mən? Karbon dioksidin mol payını tapacağım. Ümumi mol payımız, ümumiyyətlə bizim hər şeydə ümumimiz 100%-dir. O zaman karbon dioksidimizin mol payı 47.4%-dir. Yəni onluq kəsr şəklində yazsam 0,474. İndi mən burada parsial təzyiq tapmaq istəyən toplam təzyiq, yəni 1 atmosferi vuracağım mol payına. O da yecə cavabım cücə variantı. Belə. Bəsit sual, yəni burada Dalton qanunu belə özü vermişdi. Çünki birinci turdu. Yəni məsələn, təbii ki, ikinci turda bu qədər asan düşməz, amma yəni Dalton qanununa aid bir sual düşsə, artıq biz Dalton qanununun açıqlamasını verməyəcək. Homogen reaksiyanı seçin 15.
9-cu sifrdə də var idi bu sual. Homogen reaksiya odur ki, reaksiyada reagentlər və məhsulların hər şeyin aqreqat halı eyni olsun. Bu da Bakı variantı. Yəni suyun alınmasıdır. Hamısında qazdır bildiyimiz kimi. 16. Bu da 9-cu sifə düşmüş sualdır. Yuxarıda göstərildiyi kimi piritdən dəmir alınması 2 mərhələli prosesdir. Dəmirin 120 qramdan alına biləcəyi maksimum kütləsi, dəmir kütləsi neçə qramdır? Mr tapaq. Mr pirit. Mr 120'dir. Normalda birinci mərhələ 4 mol girir. Yəni 480 qram girir. Bu dəfə 120 girir. 480 qram girdikdə nə qədər ferrum K3 alınır? 2 mol. İndi nə qədər alınacaq? 120 qrama 0,5 mol. İndi keçelim ikinci mərhələyə. İkinci mərhələdə 1 mol ferrum K3 girdikdə 2 vurulsun ferrum, yəni 112 qram, 2 vurulsun 56, 112 qram dəmir alınır. Bəs 0,5 girirsə nə qədər alınacaq? Təbii ki, bunun yarısı, yəni 56 qram alınacaqdır. Bakı variantı. 17. Metil yodid və 2 yod metil pentan qarışığı natriumla reaksiyaya girir. Alınan son qarışıqda hansı maddəyə rast gəlmək mümkün deyil? Bakı variantı, yəni rahat bir sualdır. 18. Aşağıdakı kütlələrdən hansında metalların oksidləşmə dərəcələri eynidir? Baxacaq deməli, bir tapacaq. Bu 9-cu sifədə düşmüşdü bu arada bu sual, eyni sual. Yəni fikir verilirsə 9-cu sifədə düşən çox sual var. Hətta gəlin bir baxaq. Neçə sualımız 9-lara düşmüş suallar idi. Bu sual 9-lara düşmüşdü. Bu sual. Sonra bu sual 9'larda vardı. Bu sual var idi. Bu tipte bir sual vardı. İmanda bu değildi. Sonra bu sual, yani tipə-tip eyni olan suallardan bu sual var idi. Bu sual var idi. Bir de bu sual var idi. 9'ların testində. Baxırıq. Oksidləşmə dərəcələri. Burada cavabımız gəlin baxaq görək nə olacaq. Xrom O2 xlor. Xrom O2 xlor. Xlor -1, oksigen -2, o zaman bu olacaq -5. Burada amonyak 0'dır. 0 vur 4 0 yiyəcək. Bu -2 xlor. X çıxılsın -2 bərabər 1 x deyir -3 deyil mi? Bu -5 oldu, bu -3 çıxdı. Səhvdir. B. Amonyak 0 müsbətdir, fikir verin. X üstə gəlsin 0 bərabər 1'dirsə x bərabər -1'dir. Kuprum xlor 4 -1 x çıx 4 edir -2. O da eləyəcək -2. -1, -2 fərqlidir. Eynini istəyirik biz. Eyni. C'yə baxanda manqan 2O3, manqan 2O3 -2 -3 olur. Manqan O2'də də -2 -4. Fərqli oldu. -3, -4. Wolfram bir dəqiqə. Wolfram O3 mənfi. Burada oksigen -2'dir. Wolfram da olur -5. Bir də Wolfram O2 müsbət. Çox üzr istəyirəm. Yenə Wolfram deyirəm buna. Wolfram budur. W. Vanacım. Burada oksigen -2. X desəm buna. X çıxılsın 4 bərabər 1. X də buradan -5 düşür. Yəni eynidir. Hər ikisi də -5'dir. Cavab D variantı olacaq. Y variantında da ferrum xlor 2, -1, -2. Ferrum 2O3, -2, -3 olur. Yəni dərsi -2, -3. 19-cu sual davam edirik. Verilən maddədə karbonların oksidləşmə dərəcəsi soldan sağa doğru hansı bəddən doğru verilib? Deməli, gəlin baxaq. Karbon, birinci karbon, ikinci karbon, üçüncü karbon, dördüncü karbonumuz. Karbon bilirik ki 4 valentlidir. Yəni 4 dənə birləşmə
4 dənə rabitə qurmalıdır. Bu o deməkdir ki, bu bir yəni birinci karbonumuza baxsaq, hətta ad qoyaq karbon 1, karbon 2, karbon 3, karbon 4. Karbon birimiz bir karbon-karbon rabitəsi qurub və 3 dənə olması 3, 4 dedi ki 4 valentdə, o zaman 4 rabitə qurmalıdır. Deməli 3-ünü də hidrogenlə qurub. Yəni burada -3 olacaq oksidaşma dərəcəsi. Çünki hidrogenlərimiz müsbət 1, müsbət 1, müsbət 1. Bu zaman karbonlarımız -1, -1, -1. O da eləyir -3. Sonra baxsaq C2, yəni ikinci karbonumuza. Burada da görürük ki, o OH-dan, yəni bir karbon oksigenlə qurub, bir karbon hidrogenlə qurub. Digər ikisini isə özü ilə karbon. Bu zaman -1, müsbət 1, 0 eləyir. Burada yəni biz burada oksigeni ayrı götürsək -1, yəni o ayrı deyil. OH özü -1 olduğu üçün belə götürürük. 0 olur. Yəni bunun oksidaşma dərəcəsi, ikincinin oksidaşma dərəcəsi, birinci qeyd elədik ki, -3, -3, ikincisi 0. Yəni cavab indidən görsənir, amma biz yenidən gedək axıra qədər. Üçüncü karbonumuza baxaq. Üçüncü karbonumuz burada baxın, bir bu karbondan, bir bu karbondan, yəni 2 dənə karbon rabitəsini özümüz gözümüzlə görürük. Və burada 2 dənə karbonda 4 valentdə olmalı. Yəni başqa bir şey yazılmayıb. O zaman 2 dənə deməli nəyi var? Hidrogeni var. Hidrogen rabitəsi. Burada hidrogen müsbət 1, müsbət 1. O zaman o karbonla -1, -1. Yəni -2 də 3-cü karbonumuz eləyir. İndi 4-cü karbonumuza baxsaq, görürük ki, bir dənə oksigenin, bir dənə OH mənfi ilə. Yəni bu da COOH qrupudur. COH qrupunda da karbonumuz bizdən malik olacaq müsbət 3-ə. Çünki müsbət 1 hidrogen, -2, -2. Bunu topladıqda -3 eləyir. Yəni x çıx 3 bərabər 0. X da buradan eləyir müsbət 3. Yəni burada da cavabımız eləyir neçə? 3, -3, 0, -2, müsbət 3. Yəni cavabımız cücə variantı. 20 alov rənglərinin doğru bildiyi variant seçin. Bu 9-cu sifdə də var idi. Lityum müsbət qırmızı, stronsium 2 müsbət qırmızı, kalsium 2 müsbət narıncı qırmızı, ferum 3 müsbət qırmızı qəhvə. Yəni A variantı. Beləliklə 10-cu sinifin ilk turunun izahı da bitdi. Digər sifət yaxınlıqda çəkməyi ümid edirəm. Videonu izlədiyiniz